Fütuhatlar mərhələsi. Hüdeybiyyə sülhü. Hicrətin 6-cı ili başa çatmaq üzrə idi. Və bu il müsəlmanlar üçün sürəkli cihad, ölüm-dirim mübarizəsi, müdafiə ili oldu. Müsəlmanlar bütün bunlarla yanaşı İslami missiyanı yaymaq, İslami insan cəmiyyəti qurmaq və İslami sivilizasiya yaratmaqla da maraqlanırdılar. Ərəbistan yarımadasında olan hər bir kəs artıq bu dinin əzəmətini dərk etmiş və bilirdi ki, onu ləğv etmək yaxud onun üzərində qələbə çalmaq mümkün deyildir. O dövrün ən böyük siyasi hərbi qüvvəsi olan Qureyş qəbiləsi ilə, Yahudilərlə və qalan müşrik qüvvələrlə mübarizə İslamın yayılmasına, onun mənalarının aydınlaşmasına, İslami məqsəd və məramlara çatmağa mane olmurdu. Allahın evi olan Kəbə heç kimin mülkü və ya heç bir məzhəbin ya da müəyyən bir etiqad sahiblərinin inhisarında olmamışdır. Kəbədə çoxsaylı müxtəlif bütlər qoyulmuş və insanlar həmin bütləri ziyarət etmişlər. Lakin Qureyş qəbiləsinin zülm və istibdadı, təkəbbürü Peyğəmbər Salavatullahın və müsəlmanların Kəbəni ziyarət etməsinin qarşısını alırdı. Məhz bu dövrdə Peyğəmbər Salavatullah bildi ki, Qureyş qəbiləsi İslamla bağlı mövqeyinə görə çox çətin bir vəziyyətə düşmüşdür. Ona görə də o həzrət qərarı aldı ki, müsəlmanlarla bərabər ibadət səfərinə çıxıb ümrə ziyarəti etsin. Və bununla da İslami missiyanı davam etdirməsini elan, İslami əqidənin, onun məfhumları və əlamətlərinin imkanlarını izah etsin. Habelə İslami əqidənin Allah evinə böyük ehtiram bəslədiyini, onu müqəddəs hesab etdiyini göstərsin. Peyğəmbər Salavatullah bilirdi ki, onun bu hərəkəti missiyanın yeni sahələrə yayılması, habelə müdafiə erasından yayılma və hücum erasına keçid dövrüdür. Peyğəmbər Salavatullah və onun səhabələri çətin yolla gələrək düzənlik bir yerdə Hüdeybiyyə adlanan bir məntəqəyə yan aldılar. O həzrətin dəvəsi yerə çöktü. Həzrət buyurdu, bu onun adəti deyil, lakin onun burada dayanması filin Məkkədə dayanmasına bənzədi. Biharul Ənvar 20-ci cild 229-cu səhifə. Sonra Rəsulallah müsəlmanlara yerə enmək əmri verib buyurdu. Bugün Qureyş məni bu yerlərə çağırmır ki, burada məndən qan qohumluğu barədə soruşsun, yoxsa mən bu yerləri hələ onlara verməmişəm. Ət-Təbəri 3-cü cild 216-cı səhifə. Lakin Qureyş qəbiləsi müsəlmanları izləməkdə davam edirdi. Onların atlıları müsəlmanların yolu üstündə durmuşdu. Sonra Qureyşlilər Bədil İbni Vərqanı kiçik bir nümayəndə heyəti ilə Peyğəmbər Salavatullahın yanına, onu Məkkəyə buraxmamaq və məqsədini öyrənmək üçün göndərdilər. Nümayəndə heyəti qayıtdı və Qureyş qəbiləsini inandırdı ki, Peyğəmbər Salavatullahın məqsədi sülh və ümrə ziyarətidir. Qureyş təkəbbürünü biraz da artırdı və Həbəşlilərin ağası olan Həlisin başçılığı altında digər bir nümayəndə heyəti göndərdi. Rəsul-i Əkrəm onu görən kimi qarşıladı və buyurdu, bu adam Allaha təzim edən qövmdəndir. Həlis qurbanlıq heyvanları gördükdən sonra heç Peyğəmbər Salavatullahla görüşmədən Qureyş qəbiləsinə qayıtdı ki, onları Peyğəmbər Salavatullah və müsəlmanların yalnız ümrə ziyarətinə gəlmələrinə inandırsın. Lakin Qureyş qəbiləsi buna da qane olmadı və Məsud İbni Ürvə Səqəfini göndərdi. Məsud, müsəlmanların Peyğəmbər Salavatullahın dəstəmaz suyunun damcılarını tutmaq üçün bir-biri ilə yarışa girdiklərini gördükdə, bu mənzərədən heyrətə gəlib Qureyş qəbiləsinin yanına gələrək onlara dedi. Ey Qureyş əhli, mən Kəsranı səltənət sahibi Sezarı Çar
Nəcaşini mülk sahibi kimi görmüşəm. Vallah, mən heç bir qövmdə Muhammed kimi öz səhabələri üçün başçı görməmişəm. Mən elə bir qövm gördüm ki, onlar onu heç kəsə əsla dəyişməzlər. Fikrinizdən dönün. Əl-Məğazi 2-ci cild 598-ci səhifə. Peyğəmbər salavatullah haram sayılan aylara öz ehtiramını bu ibadət səfərində də göstərdi. Belə ki, özləri ilə yalnız yolçuya lazım ola biləcək silahdan başqa heç nə götürməmişdilər. O, qeyri-müsəlman qonşu qəbilələri də bu səfərdə müsəlmanların yanında olmağa çağırdı və bir daha təsdiq etdi ki, İslamın başqa qüvvələrlə əlaqələri heç də müharibə üzərində qurulmamışdır. Peyğəmbər salavatullah ən azı 1400 müsəlmanı özü ilə götürmüşdü və 70 ədəd qurbanlıq dəvəni qabağına qatıb sürürdü. Qureyş qəbiləsinə xəbər çatdı ki, Peyğəmbər salavatullah və müsəlmanlar ümrə ziyarətini yerinə yetirmək üçün yerlərindən tərpəndilər. Bu xəbər Qureyşliləri çətin vəziyyətdə qoydu. Onların qarşısında iki yol vardı. Ya müsəlmanlara ümrə ziyarətini yerinə yetirməyə icazə vermək, bununla da müsəlmanların Allah evini ziyarət etmək ümidləri həyata keçir. Onlar öz ailələri və qohumları ilə görüşmək, bəlkə də onları İslama dəvət etmək imkanı qazanırdılar. Ya da müsəlmanlara Məkkəyə girməyi qadağan etmək. Bununla da Qureyş qəbiləsinin mövqeyi laxlayır və qəbilə yalnız şərafətlə ümrə ziyarəti etməklə Kəbə evinin əzəmətini qaldırmaq məqsədi güdən müsəlman qövmü ilə pis rəftar etdiyinə görə başqa qəbilələrin danlaq və məzəmmət obyektinə çevrilir. Qureyş qəbiləsi sərtlik və inatkarlıq yolunu seçdi və başda Xalid İbni Vəlid olmaqla təxminən 200 atlıdan ibarət bir dəstəni Peyğəmbər salavatullahın və müsəlmanların qarşısını almağa göndərdi. Peyğəmbər salavatullah döyüşçü geyimində deyil, ehram paltarında çıxdı və müsəlmanlara xitabən buyurdu: Vay Qureyşin halına! Artıq müharibə onları məhv etmişdir. Nə olar? Mənə başqa ərəblərlə görüşməyə imkan versinlər. Əgər onlar məni məhv etsələr, bu onların istədikləri olardı. Allah Taala məni onlara göndərdi ki, hamılıqla İslamı qəbul etsinlər. Əgər onlar bunu etmədilərsə, güclü olub müharibə etdilərsə, görəsən nə zənn etdilər? Vallah, Allahın məni behsət etdiyi missiya uğrunda cihadımı davam etdirirəm ki, Allah Taala onu üzə çıxartsın, ya da bu misal və nümunə yeganə olsun. Sonra Rəsul-i Əkrəm Qureyş atlılarının yolundan dönməyi və istiqaməti dəyişdirməyi əmr etdi ki, onlarla vuruşmaqdan yan keçsinlər. Çünki əgər döyüş baş verərdisə, o zaman Qureyş qəbiləsi bunu əlində bəhanə edərək mövqeyinin düzgünlüyünü israr edər və bununla fəxr edərdi. Ona görə də Peyğəmbər salavatullah Xərraş İbni Üməyyə Xuzayini Qureyş qəbiləsi ilə bu barədə danışıqlar aparmaq üçün göndərdi. Qureyşlilər isə onun dəvəsinin damarını kəstilər, az qala özünü də öldürəcəkdilər. Beləliklə də onlar nəinki hamı tərəfindən qəbul olunmuş qaydalara, adət-ənənələrə hörmət etmədilər. Hələ üstəlik 50 nəfəri də müsəlmanların üstünə göndərdilər ki, onları qızışdırsınlar və bəlkə də bununla qəflətən onlardan dinc məqsədlərini inkar edə biləcək bir hərəkət olar. Qureyş qəbiləsinin bu planı baş tutmadı və müsəlmanlar onları əsir götürə bildilər. Lakin Rəsul-i Əkrəm onları əfv etdi və bununla özünün sülh məramını bir daha təsdiqlədi. Tarix-i Təbəri 3-cü cild 223-cü səhifə. Peyğəmbər salavatullah Qureyş qəbiləsinə təzə bir elçi göndərmək istədi. Lakin Əli ibn Əbu Talibi öz nümayəndəsi kimi onların yanına göndərə bilmədi. Çünki Əli İslamın müdafiəsi uğrundakı döyüşlərdə bu qəbilənin igid qəhrəmanlarını qətlə yetirməklə
onları möhkəm yandırmışdı. Ona görə də Həzrət Peyğəmbər Ömər İbni Xəttabı öz adından nümayəndə göndərmək istədi. Lakin Ömər Qureyş qəbiləsinin bir nəfər üzvünü öldürməsə belə öz canından qorxurdu. O, Peyğəmbər salavatıllaha təklif etdi ki, Osman İbni Əffanı göndərsin. Əs-Siratun Nəbəviyyə 2-ci cild 315-ci səhifə. Çünki o Əməvidir və Əbu Süfyanla qohumluğu da vardır. Osman Qureyş qəbiləsindən gec döndü və hətta onun öldürülməsi xəbəri də yayıldı ki, bu da Məkkəyə sülh yolu ilə daxil olmaq üçün bütün səylərin heçə enməsi demək idi. Peyğəmbər salavatullah döyüşə hazırlaşmaqdan başqa bir çarə görmədi və bu zaman Rizvan beyyəti baş tutdu. Allahın Rəsulu ağacın altında oturdu. Səhabələri ona nəyin bahasına olursa olsun düzgünlüyə və mətanət göstərməyə beyyət gətirdilər. Həmin vaxt artıq Osman da qayıtmışdı. Qureyş qəbiləsi isə Süheyl İbni Əmri Peyğəmbər salavatullahla danışıqlar aparmaq üçün onun yanına göndərdi.